Sizi günlərlə öz təsirində saxlayacaq film 11-22-63. Hekayə bir kafedə başlayır. Jake Epping hər gün yolunun düşdüyü bu yerdə sahibkar Ol Templetonun qəribə davranışları ilə qarşılaşır. Bir gün kafe sahibi Ol, Jake'a inanılması çətin bir həqiqət açır. Kafedəki ambarın içində keçmişə aparan zaman tuneli var. Orada tarih 21 Ekim 1960. Və Ol xərçəy xəstəsidir. Məhz bu səbəbdən Ol düşünür ki, onun planını yalnız Epping icra eləyə bilər. O Eppingdən xahiş eləyir ki, Yani senden oraya geri dönüp John F. Kennedy suikastını engellemeni istiyorum. təbii ki, Jake əvvəlcə tərəddüd eləyir. Amma Olun sübutları və dəyişə biləcək gələcəyin ideyası onu bu yola çıxmağa məcbur eləyir. Jake keçmişə qaydanda 1960-cı illərin Amerikası ilə üz-üzə qalır. İlk hədəf Lee Harvey Oswald'ı izləmək və onun planlarına nəzarət eləməkdir. Jake araşdırmaları dərinləşdirdikcə hadisələrin tək bir adamdan ibarət olmadığını, daha mürəkkəb münasibətlər və ehtimalların olduğunu görür. Bu müddət ərzində Jake müəllimlik elədiyi məktəbdə Sadie Dunhill'lə tanış olur. Sadie sakit, dürüst və öz prinsipləri olan qadındır. Jake Sadie'yə yaxınlaşdıqca öz missiyası ilə şəxsi həyat arasında sıxışır. Sadie Jake'in həyatında sabitlik və səmimiyyət yaratsa da, eyni zamanda Sadie'nin evli olması da bir tərəfdən Jake üçün əlavə problemlər yaradır. Amma onun Sadie'yə qarşı hissi tamamilə başqaydı. Elə bir şey ki, Jake bunu ömür boyu hiss eləməmişdi. Sadie onun əslində kim olduğunu öyrənmək istəsə də, Jake buna cavab verə bilmir. Çünki həqiqəti demək həm onu qorxudar, həm də bütün planı riskə atardı. Buna baxmayaraq Sadie ilə əlaqə sadəcə münasibət deyil. Jake üçün keçmişdə qurduğu yeni həyatın təməli olur. Onun yanında Jake özünü daha real, daha dəyərli hiss eləyir. Hətta bir anlıq missiyasını belə unudur. Amma zaman Jake'a daim xatırladır. Burada olmamalısın. O burada qalmaq üçün gəlməyib. Digər tərəfdə Oswaldla bağlı məlumatlar toplandıqca Jake daha riskli addımlar atır və zamanın müqaviməti daha güclü hiss olunur. Suiqəstə bir neçə gün qalmış, Jake qumarda hiylə işlətdiyinə görə möhkəm döyülür və yaddaşını itirir. Amma bu ağır dönəmdə də onun sevgilisi onu tək buraxmır. Nəhayət, 22 noyabr 1963-cü il gəlir. Kennedy'nin Dallasa səfəri zamanı Jake Oswald'ı zərərsizləşdirə bilir. Kennedy xilas olur. Missiya tamamlanmış kimi görünür. Amma təəssüf ki, Sadie aldığı güllə yarasından ölür. Jake gələcəyə qaydanda tam fərqli bir mənzərə görür. Dünya tanınmaz haldadır. Sosial-siyasi balans pozulub, xaos hökm sürür. Bu, tarixə müdaxilənin gözlənilməz nəticəsidir. Jake yenidən keçmişə qayıdır və hadisələrə qarışmamaq şərti ilə hər şeyi öz axarına buraxır. Sonda Jake sevgilisini yenidən görür. Birbirimizi tanıyoruz. Öyle mi? Evet, sen buraya kuzenlerini ziyarete geldin. Evet, doğru. Evet. Amma onun həyatına müdaxilə eləmir. Sadie xoşbəxtdir. Jake isə qəbul edir ki, bəzən sevgi bir insanı seçmək deyil, onun yaxşı olmasına uzaqdan şahidlik eləməkdir. Buna yemin edebilirim. Sizi gerçekten tanıyorum. Kimsiniz siz? Başka bir hayatta tanıdığınız biri. 11-22-63. Nəyi dəyişmək istədiyimizi deyil, nəyi olduğu kimi saxlamağın daha doğru olduğunu göstərən hekayədir.